Bilirik ki, ancaq sözü həm bağlayıcı, həm də ədatdır. Bəs cümlə daxilində hansının ədat, hansının bağlayıcı olduğunu necə ayırd eləyə bilərik? Əvvəla köməkçi nitq hissələrində belə bir xüsusiyyət var. Eyni məna növü daxilində olan sözləri bir-biri ilə əvəz eləmək olur. Məsələn, cümlə yazaq bura. Mən dərsə gəldim. Amma Fidan gəlmədi. Başqa bir nümunə də bura yazaq. Ancaq sən bu işi edə bilərsən. Birinci cümlədə amma qarşılaşdırma bağlayıcısıdır. Hardan bilək qarşılaşdırma bağlayıcısıdır? Deməli, əgər digər qarşılaşdırma bağlayıcıları ilə əvəz eləyə biliriksə cümlədə, qarşılaşdırma bağlayıcıları hansıları idi? Amma, ancaq, lakin, halbuki, isə, fəqət. Həmin o sözlərdən biri ilə əvəz eləyək. Mən dərsə gəldim, amma Fidan gəlmədi. Mən dərsə gəldim, ancaq Fidan gəlmədi. Və yaxud lakin sözü ilə. Əvəz eləyə bildik. Deməli, burada nədir? Bağlayıcıdır. İndi ikinci cümləyə baxaq. Məhdudlaşdırma ədatları ancaq, yalnız, tək, təkcə, bircə bu kimi sözlər idi. İndi baxaq görək. Burada məhdudlaşdırma ədatı olduğunu bilmək üçün məhdudlaşdırma digər ədatlarla əvəz eləmək olar, yoxsa yox? Ancaq sən bu işi edə bilərsən. Yalnız sən bu işi edə bilərsən. Və yaxud tək sən bu işi edə bilərsən. Əvəz eləyə bildik, deməli burada ədatdır. Bu qaydadan istifadə eləyərək ancaqın bağlayıcı yoxsa ədat olduğunu ayırd eləmək olar.